Təbiətin səssiz keşikçilərindən biri olan yulğun ağacı əsasən çay kənarlarında, göllərin sahillərində və şoran torpaqlarda bitir. Yulğun quraqlığa və şoranlığa davamlılığı ilə seçilir. Güclü kök sistemi torpağı möhkəmləndirir, eroziyanın qarşısını alır və sahil boyu əraziləri qoruyur. Xüsusilə Kür və Araz hövzələrində yulğun kolları torpağın yuyulmasının qarşısını almaqda mühüm rol oynayır. Yaz aylarında açdığı xırda çəhrayı çiçəklər isə təbiətə xüsusi gözəllik qatır və arılar üçün nektar mənbəyi sayılır. Mütəxəssislər bildirirlər ki, yulğun yalnız dekorativ və yanacaq məqsədi ilə deyil, həm də ekoloji tarazlığın qorunması baxımından əhəmiyyətlidir. Bu səbəbdən onun qanunsuz kəsilməsi qanunvericilikdə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən ağac və kolların qanunsuz kəsilməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manata dək, vəzifəli şəxslər 1500 manatdan 2500 manata dək, hüquqi şəxslər isə 5000 manatdan 7000 manata dək cərimə oluna bilər. Əgər təbiətə ciddi ziyan vurularsa, əlavə maddi məsuliyyət də tətbiq edilir. Unutmayaq ki, bir ağacı kəsmək bir neçə dəqiqə çəkir, amma onun yetişməsi illər tələb edir. Yulğunu qorumaq, torpağı, suyu və gələcəyimizi qorumaq deməkdir.